Seviş xanım, Hindistan-Pakistan münasibətlərinin tarixini bilənlər, yəni ki, 1947-ci ildən başlayan bax bu gərginlik, 49-cu ilə qədər çəkən 47-49-cu ildə birinci müharibə olubdur, 61-ci ildə ikinci müharibə olubdur, sonra 70-ci illərdə, 71-ci ildə müharibə olubdur genə, yəni ki, Bangladeşin ayrılması məsələsi 71-ci ildə olana qədər. Yəni, və aradakı vaxtları demirim, son 2015-2019-cu illərdə bu cür gərginliklər yaşanıbdır, atışmalar olubdur. Sadəcə olaraq gəlin burada bir məsələni qeyd edək ki, bu dediyim tarixlərdə dünyanın bir düzəni var. Bax, siz deyirsiniz ki, yəni ki, kimlər öz yerlərini müəyyənləşdirirlər, kimin tərəfində durmaq falan. Biz ondan bəri bilirdik ki, misal üçün, Çin, Pakistanın hələ Mao Tse-Dunun dövründən, yəni 61-ci ildən bəri, yəni müəyyən dərəcədə həmişə Pakistan, Hindistanla onların belə də ki, bir əzəli rəqabəti var, onların münasibətlərində gərginliklər var. Pakistanın tərəfində olubdur, Çin müəyyən dərəcədə. Sovet isə Hindistanın, yəni SSR dövründə isə Hindistanın tərəfində daha çox dururdu. İndi də elədir. Yəni Rusiya müəyyən dərəcədə Hindistanın tərəfindədir. Yadınızdadırmı? Modinin Putin tərəfindən qarşılanması, bu necə belə səmimiyyətlə gəzintilər eləməsi Kreml ətrafında, Bağda filan. Belə şeylər var, yəni ki, bunu da bilirik. Amma və Amerika Birləşmiş Ştatları isə adətən Pakistanla daha çox, yəni ki, o Çinə görə, SSR-yə görə daha çox Pakistanın mövqeyindədir və zamanında Pakistanın da nüvə silahı əldə edilməsində Amerika Birləşmiş Ştatlarının rolu vardı ki, yəni Rusiya, Hindistan, o vaxt SSR Hindistana kömək eləmişdi, onu əldə etmək üçün öz alimlərini, mütəxəssislərini göndərmişdi. Pakistan üçün də Amerika Birləşmiş Ştatlarının rolu olmuşdu. İndi isə gəlin görək, o proseslərdə Amerika Birləşmiş Ştatları sanki burada son günlərə qədər də belə deyək ki, çağırışlar var, amma ciddi təzyiq yoxdur. Bax, bilirsiniz niyə indiki qarşıdurma əvvəlkilərindən dediyimdən fərqlənir? Dünya düzəni pozulur. Dünya düzəni pozulduğuna görə o təpkilər də xüsusi deyil. Hətta Birləşmiş Millətlər Təşkilatında fikir verirsiniz də belə deyək ki, həyəcan təbili çalıb, tez təcildə iki nüvə dövləti qarşı-qarşıya gəlib də gəlin bir yığışaq, bir söhbət eləyək, hamısını çağırsınlar. Yoxdur belə bir şey. Fikir verirsiniz. Çünki bilirsiniz, BMT-nin onsuz da elə bir ciddi hüququ yoxdur. Amma ən azı dövlət başçıları yığışa bilər, Təhlükəsizlik Şurası orada məsələ müzakirə eləyə bilər. Yəni, çəkindirici bir şeylər ola bilər. Çox təəssüf ki, indi bu 2015-2019-cu illərdəki də insidentlərdən fərqli olaraq bu dəfə ölənlərin sayı çoxdur. 26 nəfərdir. Və burada Pakistan dövləti bir neçə dəfə desə də ki, dövlət olaraq bizim xəbərimiz yoxdur bu işdən. Bu bir konkret bir qrupun işidir. Bu qəsdən eləyibdir. Amma vəziyyət kifayət dərəcədə gərgindir. Çünki bilirsiniz, o qədər həssas mövzudur ki, Hindistan-Pakistandakı bu Kəşmir məsələsi. Yəni, belə deyək də, elə bizim Erməni-Azərbaycan münasibətlərində Qarabağ məsələsi həmişə bir növ ortada bir faktor olduğu kimi Kəşmir neçə illərdir ki, yəni 47-ci ildən bəri bax o müəyyən belə də ki, əraziləri bəzi hissəsi nəzarətə götürüb, bəziləri belə uduzubdur. İndi müəyyən hissəsi Pakistanın əlindədir, müəyyən hissəsi Hindistanın əlindədir. Bütün bunlar hamısı daxili auditoriyada həmişə bir gərginlik yaradır. Və daxili auditoriya, daha doğrusu kütlə emosiyası deyilən bir şey var. Kütlə emosiyası ilə bəzən rahatlamaq üçün dövlət bəzən kəskin addımlar atır ki, əhalidə bir növ belə də rahatlıq yaratsın. Görürsünüz də, bax, mən bu addım atdım. Hindistanda da bu saat elə bir vəziyyətdir. Orada Hindistan millətçiləri, bütün bunlar hamısı çox kəskin mövqedirlər, az qala dirəniblər ki, belə də Pakistanı hücumla alsınlar. Biz milyard yarımlıq ölkəyik, onlar 200 milyonluq ölkədirlər. Bizim əskərimiz çoxdur, silahımız onlardan yaxşıdır. Yəni, bu dərəcədə çağırışlar var. Və bilirsiniz ki, hakimiyyət uğrunda mübarizədə də orada da o Sinxlər var, zamanında da elə onların maharacası vardı, o davaların yaranmasında Kəşmir ayrıca bir knyazlıq idi də, o knyazlıqdan imtina elədi, axırda Hindistanın ərazisinə keçdi, yəni Pakistan yox, çünki o din məsələsi vardı orada ona görə. Yəni bunları demək istəyirəm ki, zaman-zaman yaşanıb, amma indi dünya düzəni pozulduğuna görə və biz xüsusi həssaslıqla yanaşırıq indiki məsələyə ki, görəsən, iki növbə dövləti, siz dediyiniz kimi, 3-cü dünya müharibəsinə səbəb ola bilərmi? Mən hesab edirəm ki, olmayacaq. Yəni olmayacaq o mənada ki, ən azı
dövlətin başında duranlar, bu hər iki ölkənin siyasətçiləri bilirlər ki, burada qalib yox. Bu məsələdə qalib yoxdur. Çox böyük insan itkiləri ola bilər və kiminsə emosiyasına görə, yəni hansı kütlənin emosiyasına görə bu məsələlərə görə böyük qırğına getmək olmaz. Hesab edirəm ki, artıq düzdür, Rus-Ukrayna məsələsi xüsusi öndədir bu saatları dünya üçün. Amma ola bilsin ki, elə bu günlərdə BMT-də yəqin ki, yeni bir məsələ çağırış əldə oluna bilər, təhlükəsizlik şurası toplana bilər. Yəni ki, bu fikirləşək ki, Sevinç xanım, tutaq ki, Rus-Ukrayna müharibəsi başlayanda yaxın şərqdə bilirsiniz də, yəni ki, 2023-cü ilin oktyabrın 7-sində Hamas-İsrail toqquşması başladı. Rusiya üçün bu göydən düşməkdir. Yəni göydən düşmə deyildi, Rusiyanın əli vardı orada, onsuz da ki, onları qızışdıran, onlarda hərbi mütəxəssislər, o yerləri çəkən, silahları verənlərdə Rusiyanın əli vardı. Rusiya, Amerika Birləşmiş Ştatlarının diqqətini xeyli istiqamətdə Biden administrasiyası diqqətini ayırdı İsrailə edir. Bu Rusiya xeyli idi. Yəni fikirləşək görə Hindistan, Pakistan qarşı durması kimin üçün xeylidir? Yəni ki, Rusiya üçün xeylidirmi, yoxsa Amerika Birləşmiş Ştatları heç bir üçün xeyli deyil. Yəni ki, bunların fərqli, bu məsələlərdə əksinə gərginlik fikirləşək ki, Rus-Ukrayna müharibəsi dayanacaqmı, hansı şərtlərlə dayanacaqdır, bəlkə bunu qəsdən törədiblər, bu addım atıblar. Yox, burada yenə deyirəm, həm tarixi də qeyd elədik ki, zaman-zaman burada baş verir Hindistanla Pakistan arasında, düzdür, yaxın şərqdə də həmişə Fələstinlilər və İsrail arasında baş veribdir. Amma bu müharibənin hansısa qlobal gücün xeyrinə, hansısa regional gücün xeyrinə olacağı, hansısa vəziyyətdən çıxacağının heç bir mənası yoxdur. Ona görə hesab edirəm ki, hər iki dövlətin rəhbərləri, siyasiləri axırda bu zaman keçdikcə belə deyək ki, biraz yumşala bilərlər, artıq daha ağıllı, daha doğrusu soyuq başla qərarlar qəbul edə bilərlər, nəinki belə indiki gərgin situasiyada.